Suraxanı rayonunda növbəti dəfə narkomaniyaya qarşı mübarizə və erkən nigaha qarşı mübarizə mövzularında maarifləndirici tədbirlər 226 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Suraxanı rayon icra hakimiyyətinin əməkdaşı Novruz Əhmədzadə, rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik leytenantı Əfqan Ağayev, narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Vüsal Mərdanov, İctimai Təhlükəsizlik şöbəsinin rəisi polis polkovnik leytenantı Zaur Qədirov, baş inspektor polis polkovnik leytenantı Elsəvər Qurbanov, inspektor İlahə Balayeva iştirak ediblər. Çıxışlarda narkotiklərin real təhlükələri və ondan istifadənin fəsadları, yayılma səbəbləri və bu bəladan qorunma yolları, eləcə də fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən erkən nigahların fəsadları ilə bağlı ətraflı məlumat verilib. Tədbir iştirakçılarının sual və təklifləri dinlənilib. Yeniyetmə və gənclərə asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələri tövsiyə olunub.